Mən Qəhrəmanov Səyyar Zamaxanoğlu 1969-cu ildə Bərdə rayonunun Yendaşkən kəndində anadan olmuşam. 86-cı ildə tam orta məktəbi həmin kənddə bitirmişəm. 87-ci ildə hərbi xidmətə yola düşmüşəm, Rusiyanın hərbi xidmətində. 89-da hərbi xidmətdən gəlib kolxozda çalışmışam. 91-ci ildə ailə həyatı qurmuşam. 2 evladım var. Hazırda 3 dənə nəvəm var. ildə 92-nin axırları idi. Bizim hazırda şəhid qardaşımız Rəşadət Piriyevlə və şəhid qardaşımız Firidun Həsənovla bir yerdə yollandıq biz Laçına. Baxmayaraq ki, mənim gözümün birində travma var idi. Hətta mən o travmanı belə gizlətdim ki, komandir bilsə, ola bilər ki, məni geri qaytarar. Yəni o vəziyyətdə məni qəbul eləməz. Baxmayaraq ki, bir az yaşlı körpəm də var idi. Mən də qatıldım döyüşlərə. Getdik, bizim komandirimiz Tahir Cəfərov bizi çox isti qarşıladı və bununla da hərbi xidmətimizi başladıq davam eləməyə. Laçında Dostazağında postumuz idi. Yəni o postlarda dururduq, dayanırdıq. Mütəmmədi olaraq erməni qəsbkarları postu ateşə tuturdu. Hər dəqiqə, hər saniyə, yəni biz torpağımızın müdafiəsindəyik. Gecə komandir Tahir Cəfərov trevoqa verdi. Trevogaya çıxdıq. Ermənilər posta hücum eləmişdi. Və bizim məskunlaşdığımız yer Laçın şəhərinin, rayonunun Mişni kəndi idi. Haradasa postumuzun 15 kilometr məsafədə yerləşirdi. Gecə biz çıxdıq Laçına, Qoçaz dağına. Getdik, erməni ilə bir müddət atışandan sonra, yəni mənim cəbhə yoldaşlarım Sadıqov Meman, Nurəddin familiyası yadımdan çıxıb. Belə, yəni xidmətimizi davam elətdirdik. Sonra bizə əmr gəldi ki, komandir bildirdi ki, biz yönəliyik Kəlbəcərə. Kəlbəcər mühasirədədir, blokadadadır. Yəni yuxarıdan göstəriş var, göstəriş verilib. Bizi gətirdilər Kəlbəcərə. Kəlbəcərin Zülfüqarı kəndinə və oradan dedilər ki, Keçiliqaya, ermənilər Keçiliqayaya girib, cəmaət qalıb erməninin əhatəsində. Siz oranı müdafiə eləməlisiniz ki, cəmaət oradan çıxsın. Və biz getdik o döyüşlərdə iştirak elədik, boya girdik. Kəlbəcər cəmaəti sağ-salamat hamısı çıxdı. Baxmayaraq ki, erməni girmişdi cəmaətin içinə. Sağ-salamat çıxarda bildik və erməni öz postuna çəkildi. Həqiqətən də bizim Bərdə batalyonunun 5-ci Bərdə taboru çox ürəkli, qoçaq, ciyarı oğlanlar idi, hamısı seçilmişlər idi. Adətində Siviyazda tuturdular uşaqlar, yoldaşlar ki, dəmiryənlər gəlib. Dəmiryənlər gəlib deyən kimi ermənilər çəkilirdi öz postlarını. Biz yerlik kəndə cəmağı oradan təxliyə elədik, çıxartdıq. Sonraki mərhələdə oradan qayıdıb gələndən sonra təkrar bizə əks istiqamətə Çaylı kənd istiqamətinə apardılar. Əmr gəlmişdi ki, yəni oranı gedib erməninin qarşısını kəsməlisiniz, cəmaət dinc əhali çıxsın. Və biz belə də oldu, getdik Çaylı kəndinə təzə çatmışdıq. Ani bir momentdə texnikalar xodlandı. Hətta bizim uşaqlar ilə başa düşdük ki, bizim öz texnikalarımızı BMP-lərlə bizə ateşə tutdular.
heç bir hazırlıqsız, silahsız və belə bu vəziyyətdə və bizi mühasirəyə saldılar. Mühasirəyə düşdük, bir neçə yoldaşlar əsir getdi, bir neçə qardaşlarımız yaralandı, şəhidimiz oldu və yoldaşlar belə deyək də pərən-pərən düşdü hərə bir tərəfə. Sonra biz bir yolla, bir vəziyyətlə, dağlarla, nə bilim, belə bəlkə qar yağmışdı, qarda demək olar ki, gizlən idi, su yoxlu, şaxtalı hava. Kəlbəcərdə biz mühasirəyə düşən vaxtı bizim çox sevimli komandirimiz, həqiqətən də bəlkə də əsgərlər üçün canlı qurban verən bir komandir idi, Tahir Cəfərov. Allah rəhmət eləsin, məkanı cənnət olsun və Əlibaba qardaşımız var idi. Bir neçə yoldaşlar itkin düşdü. İtkin şəhid adı daşıyırlar hal-hazırda. Oradan biz gecəylə, ancaq gecələr hərəkət edirdik. Kənd cəmadında özümüzlə beraber gətirdik. Gecə səhərə yaxın bir vəziyyətlə ki, Kəlbəcərdən çıxa bildik. Hadisə aprelin 2 günü mühasirəyə düşdük. Aprelin 10'uydu ya 11'i. Murad Dağı da piyada qalxdı. Cəmaat da bizlə beraber. Yəni xidmətimizi belə yola verdik. Hətta mən orada komandir Tahir rəhmətlik biləndə ki, mənim gözümdə travma var. Məni geri qaytarmaq istədi ki, olmazsa. Mən çox təkid elədim ki, xahiş elədim ki, komandir, mən gəlmişəm, öz istəyimdən gəlmişəm, könüllü gəlmişəm. Sonra Kəlbəcərdən çıxandan sonra gəldim. Elə oldu ki, müəyyən səbəblərdən ikinci gözüm travma aldı. Yəni hal-hazırda birinci qrup gözdən əliləm. Sonra şükürlər olsun bu günə ki, hələ də bizim taborun, 5-ci taborun sağ qalan qardaşlarla, yoldaşlarla bizim yoldaşlığımız, dostluğumuz davam edir. Dostluğumuz demək biraz yaxşı düşmür, qardaşlığımız davam edir. Çünki qardaşın qardaşa etibarı olmayan bir vaxtda biz bir-birimizə qardaşdan artıq olub, bir-birimizi kürə-kürəyə sökəyənib, vətənimiz uğrunda, devlətimiz uğrunda, torpağımız uğrunda, vətənimizin müdafiəsində olmuş. Və bununla da çox qürur duyuram. Həqiqətən qürur duyuram ki, və Allah ulu öndərimizə rəhmət eləsin. Onun gözəl bir kəlamı var. Mən həqiqətən fəxr edirəm ki, Azərbaycanlıyım.